Mərkəzdə özünə əsl kənd abu-havası olan həyət arzulayanlar üçün şəxsi tikili, möhtəşəm, yəni çox keyfiyyətli tikili, qoşadaşla, 4 bir tərəf qoşadaş, bünövrəsi beton karkas, damı paket krişa, sənəd paket kupça, yəni torpağın və evin kupçası hazır əldə. Həyətinə bir neçə avtomobil rahatlıqla daxil olur, dəyərli izləyicilər. Görürsüz, təxminən 2.5 sotaya yaxın həyəti var. Avtomobil buradan daxil olur, darvazadan gəlir. Bir neçə avtomobil rahatlıqla daxil olur. Hündür zirzəmisi var. Baxın, zirzəminin hündürlüyünə. Qupquru ərazidə yerləşir. Yəni 1 qram bu ərazidə nəmişlik falan yoxdur. Yenə də qeyd edirəm, şəxsi tikili özünə keyfiyyətli ev axtaranlar üçün, əsl rayon abu-havası arzulayanlar üçün, həyətində də belə bir gözəl navesi, Xırdalan şəhərində Afpark yaşayış kompleksinin tam yaxınlığında 7 nömrəli məktəbə yaxın ərazidə, Heydər Əliyev prospektinə 200-250 metrlik məsafədə yerləşir, dəyərli izləyicilərim. İdeya, bir həyət evi təqdim edirəm sizlərə. Yerdən bir neçə daş kürsüdə dayanıb, sağ kənarında görürsüz, kombi quraşdırılıb, evin ətrafına, sağına rahatlıqla keçə bilirsiniz və qalxırıq evin daxili ilə sizləri yaxından tanış etməyə. Daxil oluruq evimizin içərisinə. İçəriyə daxil olanda belə bir gözəl koridor qarşılayır bizi geniş ölçüdə. Sol tərəfdə ilk olaraq qonaq otağımız. Geniş, gözəl, təxminən 20 kvadrat metrə yaxın qonaq otağıdır. İrəliləyirik. Sol istiqamətdən bir-bir sizlərə otaqları təqdim edirəm. Burada yerləşir bir yataq otağımız. Dəyərli izləyicilər, 4 otaqdan ibarətdir. Şəxsi tikili, qoşadaşla tikilmiş və paket kupçalı. Bu digər otağımız, ikinci yataq otağımız. Bu isə üçüncü yataq otağımızdır. Ümumilikdə 4 otaqdan ibarətdir. Görürsünüz, bu da üçüncü yataq otağımız. Burada isə sanuzellərimiz ayrı-ayrılıqda yerləşir. Evin istilik sistemi, kombi sistemidir. Kombisi, radiatoru hər biri quraşdırılıb. Ərazidə bütün kommunallar fasiləsiz olaraq 24 saat verilir və mərkəzi kanalizasiya sistemi var. Sonda sizlərə təqdim edəcəm evimizin mətbəx hissəsini. Burada sizlərə təqdim edirəm evimizin mətbəxini. Baxın, belə bir gözəl mətbəxi var. Rahatlıqla stol qoyub otura bilirsiniz. Təbii ki, evdə qalacaq mətbəx mebeli, kombi radiatorlar, evimizin də sənədləri baxın, tam olaraq qaydasında. Texpasport, çıxarış, hər bir şey tam olaraq qaydasındadır. Bu günə bu qədər, növbəti çəkilişdə görüşərik.